Herkese salam, yeni bir derse hoş gelmişsiniz. Bugün size Qrammatik Aktiv kitabının davamı olarak 4. leksiyonun qrammatika hissəsini izah edirəm. Daha sonra isə keçən dərslərimizdə etdiyimiz kimi hər çalışmadan sizə 1-2 nümunəni izah edirəm. Siz yerdə qalanları tamamlayırsınız. Daha sonra kitabın arxasında cavabları var. Oradan yoxlayarsınız. Əgər düz yazmısınızsa əla, demək mövzunu düzgün başa düşmüsünüz. Yox, əgər səhvləriniz olarsa, onda videonu sona qədər izləyərsiniz. Çünki yenə hər zamanki kimi axıra qədər bütün çalışmaları izah edəcəm. Yaxşı olar ki, hər zaman çalışmaları keçməzdən əvvəl qrammatik hissəni yaxşıca mənimseyin, yaxşıca öyrənin. Daha sonra çalışmalara nəzər yetirin. Bilmədiyiniz söz varsa mütləq şəkildə mənasına baxın. Çünki bəzi çalışmalar olur ki, bizdən tərcümə istəyir. Yəni tərcüməni başa düşməsək, biz çalışmada səhvlik edə bilərik. Və bilmədiyiniz sözləri də həmçinin cümlə daxilində öyrənmək həm sözlərin yaxşı yadda qalmasına kömək edir, həm də sözləri necə rahatlıqla istifadə etməyi öyrənirsiniz. Deməli, bizim 4. leksiyonumuz Ich esse wenig, aber du isst viel. Mən az yeyirəm, amma sən çox yeyirsən. Burada bizim diqqət yetirməli olduğumuz məqam, görürsünüz essen feili birinci şəxsin təkində elə esse olaraq qalıb. Amma duda ist, i ilə əvəz olunub, yəni hansı ki Alman dilində Verben mit vokal wechsel. Feillərdə sait dəyişikliyi baş verir. Feilləri indiki zamanda şəxslərə görə təsrifləndirdikdə bəzi şəxslərdə dəyişiklik baş verir. Məsələn, elə essen feilini biz nə edirik? Şəxslərə görə təsrifləndirmək istəyiriksə, buradakı en məstər şəkilçisi atılır, feil kökü olur es. Esə hansı ki şəxs sonluqlarını əlavə etməliyik. Amma essen feili qüvvətli feil olduğuna görə və yaxud da ki qaydasız feil olduğuna görə şəxslərə görə, indiki zamanda şəxslərə görə təsriflənərkən ikinci və üçüncü şəxsin təkində olur i, yəni i saiti ilə əvəz olunur və ona görə də olur du ist. Gəlin şəxslərə görə təsrifləndirək. Ich esse, du isst, sie es isst, wir essen, ihr esst, sie essen. Və yaxud, misal üçün, a və av olarsa diftonq olaraq, bu zaman ikinci və üçüncü şəxsin təkində feil kökündə a umlautlu olur. Məsələn, schlafen yatmaq feili, schlafen. İndiki zamanda şəxslərə görə təsrifləndirmək istəyiriksə, en məstər şəkilçisi atılır, schlaf. Feil kökünə nə edirik? Şəxs sonluqlarını əlavə edirik və bundan başqa qeyd etdiyimiz kimi ikinci və üçüncü şəxsin təkində umlautda dəyişiklik baş verir. Bu mövzunun YouTube kanalında feil mövzusunda ətraflı bir şəkildə izah olunub. Gəlin elə oradakı qrammatik qaydaya baxaq. Kökündə a və au diftonq olan bəzi qüvvətli feillər və yaxud da qaydasız feillər demək olar buna. Unregelmäßige Verben indiki zamanda təsrif olunarkən ikinci və üçüncü şəxsin təkində a əvəz olunur e ilə. Məsələn, schlafen, yatmaq feili bu qaydaya nümunə ola bilər. Şəxslərə görə təsrifləndirdikdə ikinci və üçüncü şəxsin təkində feil kökündə olan a, 2 və 3-də umlaut qəbul edir. İndi şəxslərə görə təsrifləndirək. Ich schlafe, mən yatıram. Du schläfst, sən yatırsan. Sie, es schläft, o yatır. Wir schlafen, biz yatırıq. Ihr schlaft, siz yatırsınız. Sie schlafen, onlar yatırlar. Böyük hərflə yazılarsa nəzakət formasında siz yatırsınız.
Həmçinin laufen qaçmaq feili qüvvətli feildir. Fahren miniklə getmək feili qüvvətli feildir. Amma burada misal üçün nümunə var ki, kaufen almaq feili zəif feildir. Ona görə şəxslərə görə təsriflənərkən au diftonqu olsa da ikinci və üçüncü şəxsin təkində umlaut qəbul etmir. Ich kaufe, mən alıram. Du kaufst, sən alırsan. Sie es kauft, o alır. Wir kaufen, biz alırıq. Ihr kauft, siz alırsınız. Sie kaufen, onlar alırlar. Nəzakət formasında olarsa siz alırsınız. Təbii ki, belə bir sual yaranır ki, müəllimə, bəs qüvvətli feil nədir? Zəif feil nədir? Qaydalı və qaydasız, belə deyim. Qüvvətli feil həmçinin qaydasız feil adlanır. Daha çox elə belə deyirlər. Misal, unregelmäßige Verben oder starke Verben, yəni starke qüvvətli, unregelmäßige qaydasız. Regelmäßige Verben yaxud schwache Verben, zəif feillər. Yəni qüvvətli ilə zəifin fərqi nədir? Qüvvətli və zəif feilin fərqi keçmiş zamanda feillər düzələrkən əgər kökündə dəyişiklik baş verirsə, bu qüvvətlidir, yəni qaydasızdır. Görürsünüz, kökündə dəyişiklik baş verir. Amma yox, keçmiş zamanda kökündə heç bir dəyişiklik baş vermirsə, bu artıq nədir? Qaydalı feildir. Yəni qaydaya tabedir, kökündə dəyişiklik baş vermir və həmçində yəni zəif feil də deyə bilərik. Buna görə də biz alman dilində feilləri qüvvətli və zəif olaraq iki yerə ayırırıq. Bəs bunları necə fərqləndirmək olar? Hardasa 200 neçə dənə təxminən qüvvətli qaydasız feillər var. Onların 3 forması əzbərlənir. Bu mövzumuzda hansı ki bizim keçmiş zamana aid bir mövzudur. Sadəcə olaraq yenə də sizə qısaca bir məlumat vermək istədim. Növbəti dərslərimizdə isə, yəni qrammatik aktiv kitabının növbəti leksiyonlarında mütləq ki bu mövzuya toxunur və biz də o zaman yenidən bu mövzunu açarıq. İndi isə qaydaq indiki zamana. Daha sonra, məsələn, hansı ki essen feilini bayaq nümunə gətirdik. Nehmen feili də ona aiddir. Nehmen feili götürmək olur ikinci, üçüncü şəxsin təkində i. Sadəcə i. Gəlin şəxslərə görə təsrifləndirək. Ich nehme, du nimmst, sie es nimmt, wir nehmen, ihr nehmt, sie nehmen. Sehen, baxmaq, görmək isə ikinci və üçüncü şəxsin təkində uzun i olur. Yəni i, e. Şəxslərə görə təsrifləndirsək, ich sehe, du siehst, sie es sie, wir sehen, ihr seht, sie sehen. Geben feili də həmçinin buna nümunə ola bilər. Ich gebe das Buch. Mən kitabı qaytarıram. Du gibst das Buch. Sən kitabı qaytarırsan. Sie es gibt das Buch. O kitabı qaytarır. Wir geben das Buch. Biz kitabı qaytarırıq. Ihr gebt das Buch. Siz kitabı qaytarırsınız. Sie geben das Buch. Onlar kitabı qaytarırlar. Böyük hərflə yazılarsa nəzakət formasında siz kitabı qaytarırsınız. Gördüyünüz kimi. Geben, nehmen, sehen bunlar nədir? Qüvvətli feildilər. Ona görə də indiki zamanda şəxslərə görə təsriflənərkən ikinci və üçüncü şəxsin təkində nə edir? Kök saitində dəyişiklik baş verir. Edirsə olur ya qısa i, ya uzun i. A varsa feil kökündə umlaut qəbul edir. Deməli, buradakı qaydanı oxuyaq. Bei Verben mit Vokalwechsel wechselt bei du und sie ist der Vokal. Hansı ki bayaq dediyimiz kimi feil kökündəki sait dəyişikliyi ikinci şəxsin təkində və üçüncü şəxsin təkində sait dəyişir. Nicht bei allen Verben mit er oder a wechselt der Vokal. Yəni bütün feillərdə, yəni bu o demək deyil ki, bütün feillərdə e və yaxud da a varsa saiti dəyişir. Məsələn, gehen getmək feili olur. Ich gehe, du gehst, sie es geht, wir gehen, ihr geht.
Məsələn, laxın feili, gülmək feili. Ich lache, du lachst. Artıq nədir? Umlaut qəbul etmədi. Burada daha sonra verilib ki, wichtige Verben mit Vokalwechsel. Hansı ki, saytı dəyişən vacib feillər. Bəli, siz bu feilləri əzbərləyə bilərsiniz. Həm lüğət ehtiyatınız artar, həm də artıq hansı feillərin kökündə dəyişiklik baş verir, daha yaxşı yadınızda qalar. Məsələn, emp feilində burada emp ayrılmayan ön çəkicili feildir. Biz təsrifləndirərkən təbii ki, feilin hissəni təsrifləndiririk. Buradakı nümunələr üçüncü şəxsin təkinə görə təsrifləndirilib. Er empfiehlt. Gördünüz? Oldu uzun i. Esin və buradakı nümunə oldu qısa i. Geben oldu kısa i. Fernsehen sie. Oldu uzun i və bunu kimi digər feillər. A olub umlaut qəbul edən feillər. Abfahren, anfangen. Üçüncü şəxsin təkində olur. Fährt ab. Anfangen olur. Fängt an. Einladen olur. Üçüncü şəxsin təkində. Lädt ein. Einschlafen olur. Schläft ein. Schläft ein. Və digər feillər də buna aid olar. Və yerdə qalan digər feillər. İndi isə çalışmalarımıza keçək. Deməli, birinci çalışmada nə deyir? Wie heißt der Infinitiv? Schreiben Sie. Feillər bizə 12 dənə feil verilib, hansı ki, ikinci və üçüncü şəxsin təkinə görə təsrifləndirilib. Həmən feillərin bizdən məstər forması, infinitiv, məstər formasını istəyir. Birinci nümunəni veriblər. Du gibst. Du gibst, əgər gibstsə, deməli hansı feildir? Geben feilidir. 2 ilə 3-ü mən deyirəm, yerdə qalanları siz yazarsınız. İkincidə läuft. Görürük ki, nədir? Adır umlaut qəbul edib. Deməli, olur laufen, qaçmaq feili. Läuft, o qaçır. Üçüncü şəxsdə, üçüncü nümunədə sie hilft. Görürük ki, nədir? İdir. Deməli, edir, olub i. Ona görə də deyirik helfen, kömək etmək. Yerdə qalanlarında siz yazarsınız. İndi baxırıq ikinci çalışmaya. İkinci çalışmada deyilir ki, ergänzende Verben feilləri tamamlayan. Bizə burada 5 dənə, hansı ki, ikinci çalışmada 5 dənə feillər verilib və biz bu boşluqları şəxslərə görə təsrifləndirib yazmalıyıq. Ümumiyyətcə 4-cü leksiyonumuz 5 çalışmadan ibarətdir. 1-lə 2-ni izah edirəm, yerdə qalanlarını siz yazacaqsınız. Deməli, birinci bizim nümunəmizdə esin yemək feilidir. Elkem boşluq deməli nədir? Sual sözsüz sual cümləsidir. Baxırıq ki, cümləmizin axırında da sual işarəsi var və şəxsə fikir verir ki, nədir? İğ. Deməli, bu nədir? İkinci şəxsin cəmindədir. Təbii ki, biz artıq esin feilini ikinci şəxsin cəminə görə təsrifləndiririk. Elke sual verir. Ist ihr abends immer zusammen? Həmişə axşamları birlikdə yeyirsiniz. Həmişə axşamları birlikdə yemək yeyirsiniz. Deməli, est ikinci şəxsin cəminə görə təsrifləndi. Claudia isə cavab verir. Ya, wir boşluq zusammen. Esin feilini nə etməliyik? Wir. Birinci şəxsin cəminə görə təsrifləndirməliyik və olur esin. Ya, wir essen zusammen.
Bəli, biz birlikdə yeyirik. Aber heute nicht. Amma bugün deyil. Dimitri mit Kunden und die Kinder bei Freunden. Deməli, burada cümləmizin davamı olaraq iki boşluq verilib. İndi biz essen feilini nə etməliyik? Şəxslərə görə təsrifləndirməliyik. Bir Dimitriyə görə, bir də die Kinder'a görə. Dimitri üçüncü şəxsin təkində olduğuna görə biz burada deyirik ist. Dimitri ist mit Kunden. Dimitri deməli müştərilərlə yeyir. Und die Kinder və uşaqlar artıq cəmdədir. Und die Kinder essen bei Freunden. Uşaqlar dostlarıyla yeyir. Deməli, essen feilimiz die Kinder üçüncü şəxsin cəminə görə təsrifləndi. Und du, bəs sən, boşluq, du abends mit Roland zusammen. Du'nu gördüksə, deməli nədir? Essen feilini ikinci şəxsin təkinə görə təsrifləndirməliyik. Ona görə də deyirik ist. Ist du abends mit Roland zusammen? Bəs sən axşamları Rolandla birlikdə yeyirsən? Artıq deməli nə etməliyik? Feillərimizi bu cür şəxslərə görə təsrifləndirib yazmalıyıq. Üçüncü çalışmada isə Claudius Tag, ergänzen Sie die Verben. Claudio'nun günü feilləri tamamlayın. Bizə deməli boşluqlardan sonra feillər verilib. Essen, fahren, lesen, tragen, fahren, laufen, nehmen, waschen, helfen, geben, sprechen, lesen, sehen und sehen. Deməli, biz bu feilləri nə etməliyik? Cümlədəki şəxsə görə təsrifləndirməliyik. 1-2 nümunəni sizə izah edirəm. Yerdə qalanlarını siz işləyəcəksiniz. Gəlin baxaq. Claudio steht immer um 6 Uhr auf. Claudio həmişə saat 6-da oyanır. Aufstehen feili ayrılan önşəkeçli feildir. Növbəti dərslərdə izah olunacaq. Ayrılan önşəkeçli feillərdə şəkil ayrılır feil kökünə bu cümlədə olduğu kimi. Gedir cümlənin axırına. Stehen ikinci hissə isə şəxsə görə təsriflənərək ikinci yerdə gəlir. Cümlədə də feilimiz üçüncü şəxsin təkinə görə təsriflənib, yəni Claudio'ya görə. İndi baxaq növbəti cümlədə nə deyir? 7 Uhr Sie mit ihrer Familie Frühstück und die Zeitung. İndi bizə essen və lesen feilini nə etməliyik? Şəxsə görə təsrifləndirməliyik. 7 Uhr Sie saat 7-də o deməli nədir? Artıq üçüncü şəxsin təkindədir. Essen feilini üçüncü şəxsin təkinə görə təsrifləndirməliyik və deyirik ist. 7 Uhr ist sie mit ihrer Familie Frühstück. Saat 7-də o ailəsi ilə səhər yeməyi yeyir. Und və lesen die Zeitung. Deməli, lesen oxumaq feilini yenə oxuyur, qəzet oxuyur. Kim? O, yəni Claudio. Ona görə lesen feilini deyirik liest. Und liest die Zeitung. Yerdə qalanları da eynən bu qaydada şəxsə görə təsrifləndirərsiniz. Dördüncü çalışmada isə deyir vokal veksel oder nicht. Ergänzen Sie die Verben. Yəni feildə sait kökündə dəyişiklik baş verir, yoxsa yox, feilləri tamamlayın. Bizə 9 dənə feil verilib. İndi biz bu feilləri üçüncü şəxsin təkinə görə təsrifləndirməliyik. Artıq əgər siz bayaq qrammatik hissədə olan
feilləri əzbərləmisinizsə, bu çalışmanı rahatlıqla yazacaqsınız. Yox, əzbərləməmisinizsə, təəssüf ki, bu sizə biraz çətin gələ bilər. Leben yaşamaq feili elə üçüncü şəxsin təkində olur. Ya lebt. Yəni bu dəyişməyən feildir. İkinci, kaufen almaq feili, hansı ki bayaq qrammatik hissədə izah etmişdim. Dəyişməyən feildir. Olur kauft. Deməli, dəyişmir. Yəni kökündə gördüyünüz kimi nə lebendə i olmadı. Kaufendə isə umlaut qəbul etmədi. Üçüncüdə machen etmək feili. Bu da həmçinin zəif feillərə aid bir feildir. Ona görə də olur macht. Gördüyünüz kimi feil kökündə heç bir dəyişiklik baş vermədi. Yerdə qalanlarını siz yazarsınız. Deməli, 5-ci çalışmamıza baxırıq. A2, yəni A2 səviyyəsinə aid bir çalışmadır bu. Aynı Einladung, bir dəvət, ergänzen Sie die Verben, feilləri tamamlayın. Bizə burada cədvəldə feillər verilib. Mütləq şəkildə bu feillərin hər birini öyrənməlisiniz və mənalarıyla birlikdə əlbəttə. Gəlin birlikdə baxaq. Məsələn, gefallen feili xoşlamaq, mitnehmen özü ilə götürmək, einladen dəvət etmək, ankommen gəlib çatmaq, laufen qaçmaq, besichtigen baxmaq, görmək, ziyarət etmək kimi tərcümə olunur. Zurückfahren geri qayıtmaq, schlafen yatmaq. Bəli, artıq biz feillərin mənasını bilirik. İndi burada bizdə nədir? Məktubdur, e-maildir. Biz burada bu feilləri boşluqlar verilib artıq nə etməliyik? Tərcümə edərək bu feillərdən hansı uyğun gəlirsə şəxsə görə təsrifləndirib yazmalıyıq. Liebe Elke, əziz Elke, ich lade dich zu meinem Geburtstag ein. Einladen feili ayrılan keçli feildir. Bizə birinci nümunədə elə bir nümunəni izah ediblər ki, ich lade dich zu meinem Geburtstag ein. Mən səni ad günümə dəvət edirəm. Einladen dəvət etmək. Birinci şəxsin təkinə görə təsrifləndi. Die Party ist am 9.3. abends bei uns im Amelias. Parti və şənlik 9 Mart axşam bizim Amelias'ta keçiriləcək. Burada sıra sayılı verilib 9-3, yəni 3-cü ayın 9-u, martın 9-unda deməli Amelias'ta keçiriləcək parti. Ich habe eine Idee. Mənim ideyam var. Du, sən, erst am Sonntag, boşluq, und eine Nacht bei uns. Və bir axşam bizdə. Deməli, baxırıq. Burada 2 dənə də boşluq var. 1, 2, 3. 3 dənə. Deməli, burada 10-da qədər bu nədirsə, böyük ehtimal ayrılan önşəkecli feildir. Və baxırıq, mitnehmen ola bilər, ankommen ola bilər və zurückfahren ola bilər. Bunları bir dənə işarələyim. İndi baxırıq ki, nədir? Du erst am Sonntag, sən bazar günü, mitnehmen özü ilə götürmək. Yox, məna uyğun gəlmir. Ankommen gəlib çatmaq. Bəlkə ola bilər. Zurückfahren geri qayıtmaq. Məsələn, belə işləyirsiniz. Artıq mənanı bilmirsiniz. Məsələn, bura hansı feil uyğun gəlir. Ona görə çalışın axıra qədər. Məsələn, bəlkə bu söz getdi, bu söz getdi, bu söz getdi. Sonra 2 feil qala bilər. Bu zaman artıq siz bu cümlə ilə o cümləni müqayisə edirsiniz ki, bu sözlərdən hansına getsəm
daha uyğun olar. Ondan sonra ən sonda yaza bilərsiniz. Ancaq burada mən artıq bildiyim üçün zurückfahren feili deyilməlidir. Ich habe eine Idee. Du zurückfahren feilində zurück ayrılan ön şəkilli feil olduğuna görə ön şəkilci gəlir sona. Fahren hissə isə biz ikinci şəxsin təkinə görə təsrifləndiririk və deyirik fährst. Du fährst erst am Sonntag zurück. Sən bazar günü geri qayıdarsan. Und və eine Nacht bei uns və bir gecə bizdə neyniyərsən? Misal, zurückfahren yazdıq, einladen yazılıb. Bir gecə bizdə gefallen xoşlamaq yox, mitnehmen özülə götürmək yox və görür ki, bir dənə boşluq verilib, deməli ayrılan şəkilli feil ola bilməz. Ankommen gəlib çatmaq yox, laufen qaçmaq yox, besichtigen ziyarət etməyə, gəzməyə, baxmaq yox, schlafen yatmaq. Bəli, artıq deməli bura nədir? Schlafen feili uyğun gəlir və biz schlafen feilini ikinci şəxsin təkinə görə təsrifləndirməliyik. Deyirik ki, du schläfst und schläfst eine Nacht bei uns. Ich habe eine Idee. Mənim ideyam var. Du fährst erst am Sonntag zurück. Sən bazar günü geri qayıdarsan. Und schläfst eine Nacht bei uns. Və bir gecə bizdə yatarsan. Yəni qalarsan kimi tərcümə edə bilərik. Eynən bu qaydada digər yerdə qalan feilləri şəxslərə görə təsrifləndirib mənasını başa düşərək tamamlamaq lazımdır. İndi isə sizə uğurlar, çalışmalar işləyərsiniz. Hər hansı bir çətinlik qalan məqam varsa, şərh bölməsində qeyd edə bilərsiniz. İndi keçirik birinci çalışmadan çalışmaları tamamlamağa. Birinci çalışmada deməli nə idi? Bizə feillər təsrifləndirilib verilmişdi. Bizdən infinitiv formalarını istəyirdi. Du nimmst deməli hansı feili? Nehmen götürmək. Sən götürürsən. Beşincidə erwischt uyuyur. Deməli waschen yumaq feilinin üçüncü şəxsin təkinə görə təsriflənib. Du siehst sən görürsən. Sehen görmək feili. Er spricht o danışır. Sprechen feili. Sie vergisst o unutur. Vergessen unutmaq. Er empfiehlt empfehlen məsləhət görmək. O məsləhət görür. Wir lesen elə lesen oxumaq feili. Ist artıq bilirik essen yemək feili. Du fährst fahren miniklə getmək. Sən gedirsən. Birinci çalışmamız belə. Keçək ikinci çalışmaya. Deməli, dialoqda necə idi? Bəs sən axşam Rolandla birlikdə yeyirsən? Elke cavab verirdi. Essen feilini birinci şəxsin təkinə görə təsrifləndiririk. Ich esse abends nichts. Mən axşamları heç nə yemirəm. Nichts heç nə deməkdir. Und Roland nur eine Kleinigkeit. Və Roland isə kiçik xırda atışdırmalıq deyək. Yeyir. Kim? Roland. Üçüncü şəxsin təkində. Ona görə ist. Und Roland ist nur eine Kleinigkeit. İkincidə isə lesen oxumaq feilini biz nə etməliyik? Şəxslərə görə təsrifləndirməliyik. Was ihr gerne. İri gördük. Deməli, ikinci şəxsin nədir? Cəmindədir. Ona görə də deyirik ki, was lest ihr gerne. Nə oxuyursunuz? İlyana cavab verir. Ich
Mən artıq lesen fiilini işə görə təsrifləndirməliyik. Ich lese gerne Romane und Pedro gar nicht. Mən roman oxumağı xoşlayıram. Mən həvəslə roman oxuyuram. Und Pedro gar nicht. Pedro isə tamamilə oxumur. Artıq Pedro kim? Üçüncü şəxsin təkindədir. Ona görə deyirik liest. Pedro liest gar nicht. Pedro ise cevap verir. Das stimmt nicht. Bu doğru değil. Ich artıq lesen fiilini təsrifləndirir. Birinci şəxsin təkinə görə. Ich lese auch. Mən də oxuyuram həmçinin. İlyana yeni soruşur. Was du denn? Dunu gördüksə liest. Was liest du denn? Sən nə oxuyursan? Nur Zeitungen oder Kataloge? Yalnız qəzetlər və kataloglar, yəni jurnallar. İkinci çalışmanın davamı olaraq üçüncü nümunə nehmen. Kennen Akzentkarten sual verir. Bitte was sie. Cümlənin sonunda gəlib, böyük hərflə yazılıb, deməli nədir? Nəzakət formasındadır. Ona görə də elə nehmen olaraq qalır. Bitte was nehmen Sie? Buyurun. Nə götürürsünüz? Claudia cavab verir. Ich nehmen nedir? Şəxslərə görə təsirləndiririk. Ona görə də deyirik. Ich nehme Hähnchen mit Reis. Mən toyuqlu düyü götürürəm. İlyana und Pedro. Was ihr? Was nehmt ihr? Siz nə götürürsünüz? Ir nədir? İkinci şəxsin cəmindədir. İlyana isə cavab verir ki, wir Entschuldigung. Wir nehmen auch eine Schnitzel. Biz də həmçinin schnitzel götürürük. Pedro isə cavab verir ki, nein, du ikinci şəxsin təkindədir. Du nimmst ein Schnitzel. Sən schnitzel götürürsən. Aber ich nehme Spaghetti. Mən spagetti götürürəm. Dördüncüdə isə schlafen, yatmaq fiilini şəxslərə görə təsirləndiririk. Reporter, müxbir, Entschuldigung, ich habe eine Frage. Bağışlayın, mənim bir sualım var. Wie lange Sie? Cümlənin ortasında gəlib, böyük hərflə yazılıb, nəzakət formasındadır. Ona görə elə schlafen. Wie lange schlafen Sie in der Nacht meistens? Siz gecə əksər vaxt nə qədər müddət yatırsınız? Claudia cavab verir. Wir birinci şəxsin cəmindədir. Ona görə deyirik. Wir schlafen meistens ungefähr 8 Stunden. Biz təxminən 8 saat yatırıq. Dimitri cavab verir ki, ya, du artıq nədir? Schlafen fiilini ikinci şəxsin təkinə görə təsirləndirməliyik. Du schläfst immer 8 Stunden. Bəli, sən həmişə 8 saat yatırsan. Ich birinci şəxsin təkinə görə təsirləndiririk. Ich schlafe nur 6 Stunden. Mən 6 saat yatıram. Beşinci fahren. Reporter yenə sual verir. Wie kommen Sie zur Arbeit? İşə necə gedirsiniz? Sual sözsüz sual cümləsidir. İkinci tərəfdə Sie böyük hərflə yazılıb, nəzakət formasında. Ona görə fahren Sie mit der U-Bahn. Siz metro ilə gedirsiniz. Claudia cavab verir. Nein. Ich artıq birinci şəxsin təkindədir. Ona görə fahre. Ich fahre mit dem Auto. Xeyr, mən avtomobildə gedirəm. Reporter sual verir. Und ja, Kinder, wie ihr? Wie fahrt ihr? Bəs siz uşaqlar necə gedirsiniz? Pedro cavab verir.
Ich fahre immer mit dem Fahrrad. Mən həmişə velosipedlə gedirəm. Aber İlyana mit dem Bus. Üçüncü şəxsin təkində İlyana. Aber İlyana fährt immer mit dem Bus. Amma İlyana isə həmişə avtobusla gedir. Bu oldu bizim ikinci çalışmamız. Üçüncü çalışmada isə Claudia'nın günü idi və biz deməli mötərizədə verilmiş feilləri oxuyub tərcümə edərək şəxsə görə təsdiqləndirməliydik. Deməli Claudia həmişə saat 6-da oyanır, saat 7-də ailəsi ilə birlikdə səhər yeməyi yeyir və qəzetdə oxuyur. Ihr Mann Dimitri und sie fahren mit dem Auto in der Stadt. Ihr Mann Dimitri, onun yoldaşı Dimitri və o şəhərə avtomobillə gedirlər. Fahren. Artıq elə olduğu kimi qalır. Yəni üçüncü şəxsin cəminə görə təsrifləndirdik. Da kaufen sie zusammen ein und Dimitri alles ins Auto. Mötərizə içərisində verilmiş feil tragen, daşımaq feili. Einkaufen isə bazarlıq etmək. Onlar birlikdə bazarlıq edirlər və Dimitri hər şeyi maşına daşıyır. Kim daşıyır? Dimitri. Deməli, tragen feilini biz üçüncü şəxsin təkində təsrifləndirməliyik və olur trägt. Und Dimitri trägt alles ins Auto. Verilmiş sözümüz laufen, qaçmaq feilidir. Claudia noch ein bisschen durch die Stadt. Claudia biraz şəhərlə qaçır. Kim? Claudia. Deməli, üçüncü şəxsin təkində verməliyik. Claudia läuft noch ein bisschen durch die Stadt und Dimitri zur Arbeit fahren feilidir. Üçüncü şəxsin təkinə görə təsrifləndirməliyik. Ona görə də deyirik fährt. Und Dimitri fährt zur Arbeit. Və Dimitri işə gedir. 11 Uhr Claudia den Bus zurück nach Hause. Saat 11-də Claudia avtobusla evə geri qayıdır. Nehmen feilinin özü belə deyək götürmək olsa da bu cümlədə artıq avtobusa minir, avtobusla gedir kimi tərcümə olunub. Təbii ki, fahren olsa daha doğru olardı. İndi artıq çalışmada bu olduğuna görə biz nehmen feilini Claudia kim? Üçüncü şəxsin təkində olduğuna görə deyirik ki nimmt Claudia den Bus nach Hause. Zu Hause sie wäsche und ihre Mutter. Feillərimiz verilib, waschen və helfen. Evdə o paltarları yuyur. Kim? O. O yuyur. Ona görə deyirik wäscht, wäsche und ihre Mutter. Və anasına kömək edir. Kim? O. Üçüncü şəxsin təkində. Deyirik hilft. Zu Hause wäscht sie Wäsche und hilft ihre Mutter. Evdə o paltarları yuyur və anasına kömək edir. Am Nachmittag Claudia Deutsch Unterricht geben. Günortadan sonra Claudia Alman dili dərsi verir. Geben, dərs vermək, dərs keçmək, dərs keçir. Geben, kim? Claudia. Yenə üçüncü şəxsin təkində. Am Nachmittag gibt Claudia Deutsch Unterricht. Sie nur Deutsch mit den Schülern. O şagirdləri ilə yalnız Alman dilində danışır. Kim?
O, spricht danışmaq. Ona görə də deyirik spricht. Sie spricht nur Deutsch mit den Schülern. Die Schüler Texte und manchmal einen Film. Şagirdlər mətin oxuyurlar. Cəmdədir. Üçüncü şəxsin cəmində lesen und manchmal einen Film və filmə, bəzən də filmə baxırlar. Sehen baxmaq. Kim? Onlar. Yəni söhbət die Schüler şagirdlərdən gedir. Lesen oxuyurlar, sehen baxırlar. Claudia auch gerne Filme. Claudia da həmçinin filmə baxır. Sehen. Kim baxır? Claudia. Deməli, üçüncü şəxsin təkində. Claudia sieht auch gerne Filme. Dördüncü çalışmamızda isə feil kökündə, saitində hansı feillərdən, yəni kök dəyişirdi, hansılarda dəyişmirdi? 1, 2, 3-də dəyişmirdi. Lesen oxumaq olur. Liest. O oxuyur. Deməli nədir? Dəyişir. Gehen. Geht. O gedir. Deməli dəyişmir. Waschen. O yuyur. Olur. Wäscht. Deməli nədir? Dəyişdi. Laufen. Qaçmaq. Läuft. O qaçır. Deməli dəyişir. Geben. Vermək, qaytarmaq. Gibt. O qaytarır. Deməli dəyişdi. Verstehen. Başa düşmək. Belə də qalır. Versteht. Deməli dəyişmir. Və 5-ci, sonuncu çalışmamız. Deməli, ideyam var. Sən bazar günü geri qaydarsan və bir gecə bizdə qalarsan. Du am besten bequeme Schuhe boşluq. Dann können wir am Sonntag zusammen durch die Stadt boşluq und alles boşluq. Artıq burada biraz da məntiq lazımdır. Baxırıq ki, vergüldən əvvəl boşluq var. Deməli, bura ayrılan önşəkilçili feil gedər. Ayrılan önşəkilçili feillərdən yerdə qalıb mitnehmen, qalıb ankommen. Mitnehmen özü ilə götürmək, ankommen gəlib çatmaq kimi tərcümə olunurdu. Baxırıq. Sən ən rahat, ən yaxşı, rahat ayaqqabılarını özünlə götür. Elə artıq mitnehmen bura uyğun gəlir. Ona görə də deyirik. Du nimmst am besten bequeme Schuhe mit. Sən ən yaxşı, rahat ayaqqabılarını özünlə götür. Dann können wir am Sonntag zusammen durch die Stadt. Sonra biz bazar günü birlikdə şəhərdə können varsa, können modal feili varsa bizim feillərimiz hər iki tərəfdən məstər formada gəlməlidir. Əgər ayrılan önşəkilçili feildirsə, o da elə bitişik şəkildə, yəni məstər formada cümlənin sonunda gəlir. Baxırıq ki, fallen, yəni şəhərdə xoşlamaq yox, nəsə uyğun gəlmir. Əgər rahat ayaqqabılarını götürübsə, məncə burada laufen deyə bilərik ki, dann können wir am Sonntag zusammen durch die Stadt laufen und alles və hər şeyə xoşlamaq uyğun gəlmir, ankommen gəlib çatmaq uyğun gəlmir. Bezikdigin ziyarət etmək, gəzmək. Deməli, burada uyğun gələn feilimiz bezikdigindir. Dediyim kimi, können modal feil olduğuna görə laufen və bezikdigin elə infinitiv məstər formada gəldi. Das dir doch oder. Dir gördümsə, burada gefallen. Xoşlamaq feili özündən sonra mütləq
gələn sözün dativ halda olmasını tələb edir və deyir Das gefällt dir doch, oder? Bu sənin xoşuna gəlir, yoxsa gefallen? Deməli, gefallen getdi, mitnehmen getdi, besichtigen getdi, qaldı ankommen. Wann kommt, onu gördüksə, wann kommst du in Pyrgos an? Sən Pyrgosda nə vaxt çatırsan? Wann bist du dann bei uns? Nə vaxt bizdə olursan? Komm nicht so spät. Gecikmə. Viele Grüße, Claudia. Çoxlu salamlar, Claudia. 5-ci çalışma, bəli, biraz bəlkə yeni başlayan tələbələr üçün çətin ola bilər, amma əsla ruhdan düşməyin. Yavaş-yavaş bu formada bizim növbəti dərslərdə çalışmalarımız olacaq. Sadəcə olaraq gördüyünüz kimi feillərin mənasını bilmək, ayrılan ön şəkilli feildir, deyil, onlara diqqət yetirmək. Təbii ki, biz hələ ayrılan ön şəkilli feilləri keçmədiyimiz üçün, yəni necə bilməyən tələbələr üçün mən bunu deyirəm, bilən tələbələr üçün isə əla. Ayrılan ön şəkilli feillərdirsə, deməli baxırıq, hər zaman boşluqlara diqqət yetiririk və oxuyub tərcümə etmək. Leksiyonların hər hansısa bir mövzusunda, qrammatik hissəsində olsun, çalışma hissəsində olsun, başa düşmədiyiniz yerlər varsa, şərh bölməsində qeyd edə bilərsiniz. Əlimdən gəldiyi qədər sizə köməklik edərəm. Bugünlük də bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.